Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Asan Xidmət, Asan Kommunal mərkəzlərində və KOV evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət təşkil edib. Mərkəzlərə 2025-ci ilin 10 ay ərzində 163874 müraciət daxil olub. Onlardan 96079-u yerində, 34178-i isə araşdırıldıqdan sonra icra edilib. 26598 müraciət informasiya xarakterli olub. 6959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib. KOV evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədi ilə xidmət sayı 5-dən 14-ə çatdırılıb. 11 xidmət elektronlaşdırılıb və onların mərhələli şəkildə MyGov portalına inteqrasiyası həyata keçirilir. Hazırda eGov, eSu portalları üzərindən elektron müraciətlər qəbul olunmaqdadır. İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Braille əlifbası ilə nəşr edilib. Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ATSA əməkdaşları surdo təlimlərinə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər. Eyni zamanda xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza ISO beynəlxalq standartı üzrə keyfiyyəti idarə etmə, müştəri məmnuniyyəti təlimləri keçirilib. Bundan əlavə, buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb. Asan Xidmət, Asan Kommunal və KOV evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.